Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdü ve thana lillah rabbil alemin. Vel âkıbetu li ehli takva vel yaqin. Ve bihi nesta'in ve huve khayrun nasirin vel mu'in. Amma ba'd. Allah Resulü Hazreti Muhammed sallallahu aleyhi ve sellem Şəbaniyə xutbəsində Ramazan ayının fəziləti haqqında buyurur. Şəhrun huvə indallahi əfdəlus şuhur. O elə bir aydır ki, Allah yanında ayların ən fəzilətlisidir. Və əyyəmuhu əfdəlul əyyəm. Ramazan ayının gündüzləri, günləri ən üstün günlərdir. Və ləyəlihi əfdəlul ləyəli. Gecələri ən üstün gecələr. Və saatuhu əfdəlus saat. Saatları ən fəzilətli, ən üstün saatlardır. Ramazan ayının 18-ci günün duasında oxuyuruq. Allahümmə nəbbihni fihi li bərəkati əshari. İlahi, bu gün məni səhərlərin bərəkəti ilə oyat. Və nəvvir fihi qəlbi bidiyai ənvari. Qəlbimi bu səhərlərin ziyası ilə nurlandır. Və xuz bi kulli a'dai ilə ittibai athari bi nurikə ya munavvirə qulubil arifin. Bədənimin əzalarını bugünün təsirinə, yəni xeyir işlərinə, gözəl əməllərinə tabe olmağı yönəld. Öz nurunla, yəni öz nuruna xatir, ey ariflərin qəlblərini nurlandıran. Bugünün duasının əsas tərbiyəvi cəhəti, mənəvi cəhəti insanın bədən üzvlərini nəzarətdə saxlamasıdır. Çünki qiyamət günü insan necə ki bu dünyada etdiyi əməllərə görə, istər o əməllər yaxşı əməllər olsun, istər pis əməllər olsun, o əməllərə görə məhşərdə sorğu-sual olunacaqsa, eyni zamanda bədən üzvlərindən də sorğu-sual olunacaq. İnsan belə düşünməsin ki, Allah mənə əl verib, istədiyim yerə uzadaram, göz verib, istədiyimə baxaram, ayaq verib, istədiyim yerə gedərəm və ya dil verib, istədiyimi danışaram, qulaq verib, istədiyimə qulaq asaram. İnsan belə düşünməsin. Çünki qiyamət günü insan bədən üzvlərindən sorğu-sual olunacaq. Bəzən də belə düşünürlər ki, əgər Allah bədən üzvlərindən sorğu-sual edəcəksə, bəs onu niyə bizə verib? Axı, bu bizdə bir əməllərimizə məhdudiyyət yaradır. Xeyr, belə deyil. Allah insanın bədən üzvlərinə sorğu-sual təyin edib. O bədən üzvləri də sorğu-sual olunacaq. Ona görə ki, insan bu dünyada bədən üzvlərini nizamda saxlamağı bacarsın. Yəni, həm fərdi, həm də ictimai nizam-intizamı qorumaq üçün insan bədən üzvlərinə hakim olmalıdır. Niyə? Çünki elə bütün günahlar, həm xeyir işlər insanın bədən üzvlərinin vasitəsilə meydana gəlir. Məsələn, biz bir dənə dil məsələsinə baxsaq, yəni insan danışmaqla görün nə qədər fitnə fəsad törədə bilər, yalan danışa bilər, böhtan ata bilər, qeybət edə bilər, iki nəfərin arasında nəmmamlıq deyilər, söz gəzdirə bilər, kiməsə şər ata bilər, qeybət eləyə bilər. Görün, yəni nə qədər fəsad törədəcək əməllər var dil vasitəsilə. Və yaxud da ki, əl vasitəsilə insan nə qədər cinayətləri törədə bilər. Yəni, bədən üzvlərinin sorğu-sual olunması heç də insanın əməllərində məhdudiyyət yaratmır. Əksinə, cəmiyyətdə nizam-intizamın yaranmasında bədən üzvlərini nəzarətə saxlamaq mütləqdir. Yəni, dediyimiz kimi, insan düşünməsin ki, dil mənimdə, Allah mənə dil verib, istədiyimi danışaram. Xeyr, insan istədiyini danışdıqca cəmiyyətdə nizam-intizam olmaz. İnsan əllə istədiyini yerinə yetirdikcə cəmiyyətdə nizam-intizam qorunmaz. İnsan ayağı ilə istədiyi yerə gedərsə, cəmiyyətdə nizam-intizam qorunmaz. Allah ona görə bədən üzvləri üçün sorğu-sual təyin edib ki, insan bədən üzvlərini nəzarətdə saxlamağı bacarsın, bədən üzvlərinə hakim olmağı bacarsın və bununla da həm fərdi, həm özünü qorumuş olar, həm də cəmiyyətdə o nizam-intizamı bərpa etmiş olar. İnsan bədən üzvlərinin vasitəsilə, yəni əməllərlə həm bədən üzvlərini özünə dost edə bilər, həm də ki, düşmən edə bilər. Çünki indi ayədə oxuyacaq, qiyamət günü bədən üzvləri insanın əməllərinə şahid duranda
İndi biri var bir insan, biri üçün şahidlik eləyir yaxşı tərəfdən, bir də var şahidlik eləyir pis tərəfdən. İndi insan istəyirsə ki, əgər bədən üzvləri onun üçün yaxşı tərəfdən şahidlik eləsin, gərək bu dünyada gözəl əməllər eləsin. Yox, əgər istəyirsə ki, bədən üzvləri onun pis tərəfdən ona şahid olsun, bunda pis əməl sahibi olsa, zaten bu yerinə yetir olacaq, bu baş verəcək. Və yaxud da ki, insan bədən üzvləri vasitəsilə, yəni istədiyi kəmalat ki var, o uca bir məqam ki var, ona da çata bilər və yaxud da ki, ən rəzil sifətlər ki var, ona da nail ola bilər. İsra surəsinin 36-cı ayəsində Allah təbarək və teala buyurur: "İnnes-sem'a vel-basara vel-fuada kullu ulaika kana anhu mas'ula." Bir həqiqətən göz də, qulaq da, hətta qəlb də onların hamısı sorğu-sual olunacaq. Yəni qiyamət günü məhşərdə onların haqqında sorğu-sual olunacaq. Və ya bədən üzvləri insanın əməllərinə şahid olacaq. Yasin surəsinin 65-ci ayəsində Allah buyurur: "Əl-yevmə naxtumu alə əffahihim və tukallimuna eydihim və təşhədu ərculuhum bimə kanu yaksibun." Bu dünyada insan danışır. Danışıq vasitəsi insanın ağzıdır, dilidir. Amma Allah buyurur ki, biz qiyamət günü insanın ağzına möhür vurarıq və onların əlləri bizimlə danışar. وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ. Onların ayaqları etdiklərinə şəhadət verirlər, şahid olarlar. Ki bu ayələrdən biz görürük ki, bədən üzvləri də həqiqətən qiyamət günü soru-sual olacaq və insanın əməllərinin şahidi olacaq. İmam Zeynul Abidin əleyhissalamdan bir hədis nəql olunur. İmam burada təxminən 50 növ haqdan danışır, yəni 50 haqdan danışır. Tarix boyu imamın bu hədisinə kitablar da yazılıb, şərhlər də yazılıb, kitab halına da salınıb və bu adətən xüsusən yəni Risalətül Hüquq adı ilə məruf olub tanınır. Yəni Risalətül Hüquq deyəndə zehinə gəlir ki, İmam Zeynal Abidin əleyhissalamın həmin o hüquqlardan bəhs edən hədisidir ki, ona dediyimiz kimi şərhlər yazılıb, cild-cild kitablar yazılıb. İmam burada bir çox haqlara toxunur. Məsələn, valideyn haqqıdır, övlad haqqıdır, müəllim haqqıdır, dost haqqıdır, qonşu haqqıdır və əməlli məsələlərdən namazın haqqıdır, oruc, sədəqənin haqqından danışır. Eyni zamanda insanın bədən üzvlərinin haqqından da danışır. Yəni bədən üzvlərinin insanın üzərində hansı haqları var ki, onlardan bir neçəsini xülasə qeyd edək. Məsələn, dilin haqqına gəlincə imam buyurur: وَأَمَّا حَقُّ اللِّسَانِ فَإِكْرَامُهُ عَنِ الْخِنَا. Dilin haqqına gəlincə, onu xəyanətdən gərək qoruyasan. Dilin haqqı birinci odur ki, gərək onu xəyanətdən qoruyasan. Yəni yalan danışmaqlıqdır, böhtan danışmaqlıqdır, qeybət etməlidir, söyüş söyməlidir, pis-pis sözlər danışmaqlıqdır, kiməsə şər atmaqlıdır, kiminsə eybinə aparmaqdır, kiminsə haqqında pis sözlər deməkdir. Bunların hamısı xəyanət sayılır. Yəni insan onun vasitəsindən sanki özünə xəyanət etmiş olur. وَتَعْوِيدَهُ عَلَى الْخَيْرِ. Onu xeyrə tərəf öyrəşdirəsən, xeyrə istiqamətləndirəsən. وَحَمْلُهُ عَلَى الْأَدَبِ. Dili ədəbli olmağa yönəldəsən. وَإِجْمَامُهُ. Dili qoruyub saxlayasan. Bir qəfəsdə saxlayasan, illə limavdi'il hacəti. Ehtiyac olanda danışasan. Yəni hər nə söz gəldi danışmayasın. Yəni elə qoruyasan ki, vəl mənfəəti lid-din və dünya. Sənin dünya və dinin üçün mənfəəti olmadıqca istifadə etmə. O yerdə ki, sənin dünya üçün mənfəətin var və ya din üçün mənfəətin var, onda dildən istifadə elə. Yoxsa belə boş-boş sözlər danışmaq, mənasız lağ danışmaq, dediyimiz kimi o günahlar ki var, onları danışmaq, yəni o zaman dilini gərək qoruyasın. Və ya İmam qulağın haqqında buyurur ki, qulağın haqqına gəlincə, qulağın haqqı onu qəlbinin yolu qərar verib pak saxlamağındadır. Niyə İmam burada deyir ki, qəlbinin yolu qərar verib? Yəni çünki insan eşitdiklərindən nəticə əldə edir. Yəni insan eşidir, qəlbində onu analiz edir. Ona görə İmam buyurur ki, qəlbinin yolu qərar verib pak saxlamağındır. Yəni hər nə söz eşitdin, dərhal o sözün dalınca getmə.
Araşdır. Necə ki, Quran buyurur ki, sizə bir fasik bir xəbər gətirdikdə fətəbəyyən, yəni onu araşdırın. İmam da buyurur ki, yəni qulağın qəlbən gedən bir yoldur, onu pak saxla. Sənin qəlbində xeyr icad edən yaxşı xəbərlər eşitsin və ya sənə kəramətli xüsusiyyətlər nəsib etsin. Niyə? Çünki qulaq qəlbin qapısıdır. Yəni sən bir qapını açasan və oradan hər kim gəlib daxil olar ora, yəni qəlbi o cürə eləmə. Yəni o şeyləri qəlbinə daxil et ki, onlar sənə xeyr icad eləsin və yaxud da ki, səni kəramətli xüsusiyyətlər sahibi etsin. Və ya gözün haqqına gəlincə İmam buyurur ki, fəqudduhu əmmə la yəhillu lək. Gözün sənə halal olmayanlara baxmaqdan gərək saxlayasan. Və tərku ibtizalihi illə limovdi'i ibrə. Yəni hər şeyə baxmayasan, hər nə gördün ona baxmayasan. O şeylərə baxasan ki, orada sənin üçün ibrət var. Yəni bir sözlə, insan baxdıqlarından özünə gərək ibrət alsın. Təstəqbilu biha bəsərən. Onunla bəsirət əldə edəsən, yəni hikmət əldə edəsən. İmam Musa Kazım əleyhissalamın dövründə yaşamış o xəlifə imama bir məktub yazır ki, mənə bir moizə elə, bir nəsihət elə. İmam ona bir kəlmə yazır. Deyir, gözünün gördüyü hər bir şey sənin üçün bir moizədir. Yəni insan gözlə gördüyündən bəsirət əldə etməsə, ibrət əldə etməsə, bəzi hədislər buyurur ki, o baxış ləğv, yəni mənasız bir baxışdır. Sonra İmam buyurur ki, əv təstəfidu biha ilmən, göz vasitəsindən elm əldə edəsən. Fə innəl bəsərə bəbul etibar. Çünki göz ibrət qapısıdır. Ki, bayaq ki, imamın da sözün ki, yəni insan hər baxdığından özü üçün bir ibrət ala bilər, bir bəsirət əldə edə bilər. Ya imam ayağın haqqında buyurur ki, iki ayağının haqqı odur ki, onlarla sənə halal olmayan yerlərə getmə. Onlarla yol gedənin abır həyasını aradan aparacağı yerə getmə. Yəni haram olan məclislərə getmə, haram olan yerlərə getmə. O yerlərə ki, insan gedəndə insanın abır həyası aradan gedər, İmam buyurur ki, ayaqlarınla o məclislərə getmə. Və ya əlin haqqında imam buyurur, sənə halal olmayana şeyə əlini uzatma. Yəni halal ruziyə əlini uzat. O mal ki, o bir şey ki, sənin deyil, onu götürmək üçün əlini ona uzatma. Çünki gələcəkdə Allah Teala'nın əzabından və əhalinin məzəmmət gətirən dilindən amanda qalmaz. Bayaq ki, ayə oxuduq. Qiyamət günü dillə möhür vurular, insanın əli danışar, yəni insanın əli etdikləri, insanın etdiklərinə şahid olar, şəhadət verər, danışar və onun qiyamət günü, yəni sənə gətirəcək o əzabdan amanda qala bilmərsən. Nəticə budur ki, yəni insan belə düşünməsin ki, bədən üzvlərini Allah mənə verib və mən bunlardan nəfsim istədiyi kimi istifadə edərəm. Xeyr, insan, dediyimiz bayaq əvvəldəki də dedik, İnsan bədən üzvlərini nəzarətdə saxlamadıqca, bədən üzvlərinə hakim olmadıqca özü də amanda qalmaz və cəmiyyətdə o nizam, intizam ki var, o da bərpa olunmaz. Sonda bir tövsiyə xarakterli olaraq bunu qeyd etmək istəyirəm ki, imamdan nəql olunan bu hədis ki var, hüquqlardan bəhs edir və o kitab halına salıb. Yəni bu elə bir kitabdır ki, yəni hər bir şəxs bu kitabı oxumağını tövsiyə edirəm. Ki, həqiqətən də imam burada bir çox təbəqə olan hüquqlar ki var, onlardan danışır və insana vəzifə qoyur. Biz bəzən elə bilirik ki, dini vəzifələr, dini hüquqlar ancaq elə mömin, namaz qılan üçündür. Xeyr, o vəzifələri imam ki bizim üçün qoyub, onu oxuduqca görür ki, həqiqətən də onların hamısı cəmiyyəti nizam-intizamda saxlamaq, cəmiyyətdə gözəllik yaratmaq üçün təyin olunmuş əməllər. Allah tutduğumuz orucları qəbul eləsin, etdiyimiz duaları qəbul eləsin. Assalamu aleykum və rəhmətullahi və bərəkatuh.